Selamun aleyküm Aleykümselam. hacı, siz necə çatdırırsınız? Mən hələ evdə ola-ola imsaka, güc bəla, yuxulu halda dururam. Günlar Sadıqova yazır. Çatdırırsın, yəni imsakı necə çatdır? Yemişik. Maraqlıdır da, biz nə vaxt Biz eləmişik ilk imsakı bu veriliş başlamamışdan qabaq yemişik. O da nəsə alınırsa yaxşı bir şey bizlik deyil, onluqdur, Rəbbimizə aiddir. Təqribən bir saat yarım biz tez tamamlayırıq da demək olar. İndi bəzən olur ki, azana 5 dəqiqə, 10 dəqiqə qalmışa qədər insanlar yeyirlər adətən. Biz bir saat yarım, hardasa təqribən 2 saat öncədən bitiririk, çıxırıq verilişə. Yəni, Allah razı olsun. Çox sağ Acı siz dua eləyin də inşallah, dua eləyin. Sonra da gedək sübh namazına hazırlıq eləyək. Tez qutarmadıq. Yox, demək olar ki, azana az qalıb. Yaxşı, dua eləyim, qoy geçsinlər namaz qılsın. Allahumma inna nəs'aluka nad'uk bismikəl əzizil əzəm, əl-əcəllil əkrəm. Allah sənə and verəm izzəti və cəlalı və kərəmi və rəhməti və mərhəməti və bu əllər ki, sən dərgahı qaldırılmış. İlk duamız İmam Zaman Aleyhisselamın zuhurunu təcil elə. Amin. Allah bu oruclarımızı bizlərdən qəbul elə. İlahi Rəbbim, indi ekran qarşısına əyləşənlər, qardaşlarım, bacılarım, Ya Rəbbəl aləmin, onların qəlbində nə dualar varsa onlardan qəbul elə. Quranla ünsiyyət qurmağı bizlərə nəsib elə. Amin. Ramazan ayının gecə ibadətlərindən bizləri məhrum eləmə. Amin. Ramazan ayının qədir gecələrində oyaq qalmağı, ayıq qalmağı bizlərə nəsib elə inşallah. Allah dualarımızı qəbul etsin. Amin inşallah. Allah razı olsun hacı. Allah sizi qorusun. Çox sağ olun. Nəttarəm. Əziz və möhtərəm izləyicilər, sabah bizi izləməyə davam edin. İnşallah qismət olsa yenə də görüşünüzə gələcəyik. Allah hər birinizə yar olsun, ibadətləriniz qəbul olsun. Sağlıqla qalın.